Hər vaxtınız xeyir olsun, əziz tamaşaçılarımız. Bugün sizə çox maraqlı bir şirkət haqqında danışacağıq. Əslində bu şirkət hər birimiz uzun müddətdir adını eşitmişik, uzun illərdir. Amma bugün tam yaxından və geniş tərzdə tanıyacağıq. Və bugünkü qonağımı ümumiyyətlə sizə təqdim etmək istəyirəm. Sergey, здравствуйте. Sergey əslində Oriflame Azərbaycanın baş direktorudur. Amma həyatda mənim dostumdur, çox yaxın dostumdur. Və sizə Sergey ilə tanışlığı, ümumiyyətlə bu şirkət haqqında tanışlığı üçün bir sujeti təqdim etmək istəyirəm. Sujetimizə baxaq. Daha sonra sujetimizdən sonra hər şey məlum olacaq. Məhz biz Sergey ilə uzun müddətli görüşmürdük. Harada üzə gəldik? İsveçdə, paytaxtı Stockholmda və hadisələrin gedişatı necə oldu? İzləyirik. İsveçin paytaxtı, Stockholm şəhəri çox gözəldir. Və əslində bax, buradakı ab-havanı belə deyək də, təsəvvür etmək çətin deyil. Çünki əslində günəşli ölkə deyil, küləkli ölkədə deyil, bir balaca sərindir və əhali ən çox burada mənim diqqətimi nə ilə cəlb etdi? Daha çox, belə deyək də, velosipedlə hərəkət etməklə, çox sakit əhalisi ilə və ən əsasda onların bax bu sakitliyi bizə artıq çöküb, mənə, operatoruma. Müxtəlif ölkələrdən həm həmkarlarımız, məsələn, Gürcüstandan hal-hazırda həmkarımız orada veriş hazırlayır. Aha. Georgia. Aha. Belə. Gördüyünüz kimi biz hal-hazırda tamamilə fərqli bir yerdəyik. İndi tamaşaçılarımız düşünür ki, Nalə hara gedib? Gördükdə təəccübləndim, yəni bu qədər əhali hər halda burada Stockholmda deyirlər, hava yəqin gözəl, hər kəs gəzir və bilirik ki, Stockholmda havalar o qədər yaxşı, gözəl, yəni keçmir, daha çox yağışlı havalar olur. Amma bugün əhali nədənsə həqiqətən də çoxdur və burada biz gəzdiyimiz zamanlar sizi tarixi abidələrlə tanışdıracağıq və müxtəlif yerlərlə və hal-hazırda... Seryoja, привет! Привет, родная, привет, привет. Что вы делаете? Biz hazırda veriliş çəkirik. Siz veriliş çəkirsiniz? Bakıya salamlar. Mən Stockholmda yaşayır və həmçinin işləyirəm. Çalışdığım Oriflame şirkətinin mərkəzi ofisi axı burada yerləşir. Onların qızıl yubileyinə gəlmişəm. Biz, yəni çox maraqlıdır, təsadüf olaraq burada rastlaşdıq. Burada çəkiliş üçün haranı məsləhət görürsən? Nanə, Stockholm olduqca gözəl şəhərdir. Təbii ki, Bakıdan sonra. Əlbəttə ki. Burada tamaşaçılara göstərə biləcəyimiz yerlər çoxdur. Mən sizə məşhur Vassa muzeyini gəzməyə məsləhət görərdim. Ancaq indi zamanınız varsa sizə Oriflame'in əsas binası ilə tanış edə bilərəm. Ora olduqca maraqlıdır. Axı mən orada çalışıram. Oriflame, yəni bizim hər kəsin çox yaxşı tanıdığı Oriflame şirkəti. Xanımlarımız kosmetik vasitələrdən orada istifadə edir. Siloji orada Oriflame işləyir. Demək, Oriflame'in əsas ofisi burada yerləşir? Bəli, Nanə, Oriflame'in laboratoriyası ilə sizi tanış edə bilərəm. Hərçənd ki, ora giriş çox çətindir. Demək, biz indi ora gedəcəyik. Gedirik Oriflame'in ofisinə. Baxaq, maraqlıdır mənə. Çünki xanımlarımızın istifadə etdiyi kosmetik vasitələr necə? Bütün prosesləri izləyə bilərikmi? Əlbəttə, hətta məhsulların hazırlanmasında kiçik sirlərimizi də açıqlayaq. Yəni Oriflame şirkətinin laboratoriya otağındayıq. Onlar hər hansı bir məhsul hazırlamamışdan öncə məhsulu, yəni insan dərisi üzərində sınamırlar. Onlar həmin o məhsulu xüsusi deməli hazırlanan burada dəri qatı var.
bax burada mikroskop altında izləyirik. Həmin o burada laboratoriyada hazırlanır. Yalnız onun üzərində o müşahidələri apardıqdan sonra insanlar üzərində hazırladığı məhsulu təcrübədən çıxarırlar. Çox maraqlıdır. Əslində Oriflame-dən istifadə etdiyimiz o məhsullar necə hazırlanır? Qatalıqlarda gördüyümüz o gözəl məhsullar cildimizi gözəlləşdirən, saçlarımızı, dırnaqlarımızı bizi gözəlləşdirən o vasitələr necə hazırlanır? Oriflame-dən bizi cildimizə gözəllik verən, bəxş edən həmin o məhsullar, xüsusi olaraq da dəri qatı üçün hazırlanan kremlər necə, hansı prosedurlardan keçdikdən sonra hazır olurlar? Seryoja məni bura Oriflame-ın laboratoriyasından gətirib, Seryoja, təbii ki, bura çox maraqlıdır. Я обещал тебе рассказать все самые большие секреты компании. Bəli, Nanə, mən söz vermişdim ki, məhsullarımızın kiçik sirlərini də sizə açıqlayacağıq. Hazırda biz Oriflame-in dəri araşdırma institutundayıq. Bizim ən maraqlı məhsullarımız məhz bu laboratoriyada hazırlanır. Və mən səni institutun direktoru ilə tanış edə bilərəm. O əsl fransızdır və məhsulların necə hazırlanması sirlərini məhz ondadır. Mən sizə ona təhvil verirəm və sizin üçün laboratoriyada əsl ekskursiya təşkil edəcək. Sizə sonra qoşularam. Və təbii ki, maraqlı suallardan biri odur ki, 45 il ərzində Oriflame-in bax, o çeşidlərində nə kimi dəyişikliklər olub? 1945-ci ildən bu yana hər şey demək olar ki, dəyişib. Kosmetika tədqiqatları sayəsində. 40 il bundan əvvəl biz dəri və ya yaşlama prosesi, günəş effektləri barəsində demək olar ki, heç nə bilmirdik. Bugün kosmetologiya artıq bir elmə çevrilib. Burada nəhəng tədqiqatlar gedir. Elə buna görə də Oriflame bu nəhəng yüksək texnologiya dəri tədqiqatları institutuna investisiya qoyub. Biz burada gələcəyin Oriflame məhsulları üçün yeni texnologiyalar hazırlayırıq. Plaisir de vous revoir à Paris. À bientôt. Bu isə o deməkdir ki, Parisdə görüşərik Oriflame-in növbəti ad günündə. Süjeti izlədik və artıq süjetdən məlum oldu. Biz Stokholmda gəzdiyimiz zaman şəhər haqqında belə deyək ki, görüntülər, gözəl görüntülər, maraqlı görüntülər hazırladığımız anda biz Sergey ilə rastlaşdıq və Sergey bizə təklif elədi ki, Oriflame-i görək, Oriflame ilə tanış olaq. Ümumiyyətlə, bu gün bizi izləyən tamaşaçılarımız üçün çox maraqlıdır. Oriflame nədir? Oriflame-i necə təsvir edə bilərsiniz? Действительно, для многих Oriflame это всего лишь баночка и надпись на этой любимой баночке геля, крема или какого-то средства по уходу за кожей. Но за этой надписью стоит история 45-летней компании, которая была основана в 1967 году в Швеции братьями-афьёкниками шведскими. И сегодня это та компания, которая работает в 60 странах мира, имеет более 5 заводов собственных и более 1000 наименований продукции в каждом каталоге. И, в принципе, очень много можно перечислять цифр интересных и фактов. Я скажу просто, Oriflame сегодня это самая крупная европейская косметическая компания прямых продаж. И очень приятно, что у нас здесь, в Азербайджане, мы можем заказать любую из той продукции, которая представлена в нашем каталоге. Но продукция это... Ну, Oriflame это не только продукция. Это намного больше. Oriflame предлагает еще и возможность заработать деньги. Çox maraqlıdır. Bəlkə bu haqda daha ətraflı danışaq. Əgər burada pul qazanmaq varsa, burada artıq kiminsə karyerasını qura biləcək böyük bir gələcək varsa, istərdim ki, Sergey, hal-hazırda sən bizim verilişimizə qonaqsan, bu haqda geniş məlumatımız olsun. Секрет построения карьеры в компании Oriflame заключается в прямых продажах, потому что как обычно мы живем, как обычно все в жизни происходит. Ты, например, идешь в магазин и видишь там интересную новую коллекцию одежды. Покупаешь, может быть, что-то себе, возвращаешься домой и начинаешь рассказывать всем своим подружкам, правда, что там такие хорошие вещи, такие хорошие цены, да. Они идут тоже в этот магазин, покупают что-то себе. Что ты с этого получаешь? Удовольствие. Только удовольствие от того, что твои друзья хорошо выглядят и пользуются правильными твоими рекомендациями. А вот в Oriflame мы за это платим хорошие деньги. И действительно в Oriflame можно заработать хорошие большие деньги. Тысячи азербайджанцев уже пользуются этой возможностью и зарабатывают вместе с компанией. Necə? Bu bizə çox maraqlıdır. Mən ümumiyyətlə Oriflame-in ismini neçə il bundan öncə tələb olduğum vaxtlar eşitmişəm. Bunu sujetlərimizə də söylədim ki, yəni Oriflame-in elə tələbi olanda bu çox keçmişdə olub. Oriflame-in ismini onda eşitdim və bizimlə bərabər oxuyan tələbə yoldaşlarımız Oriflame-də çalışırdı. Amma həqiqətən də Oriflame-ilə pul qazanmaq mümkündürmü? Həqiqətən də
Həqiqətən də pul qazanmaq Oriflame-də bu qədərmi sadədir? На самом деле все так легко, да? И да, и нет. Мгм. Как во всем Да. в этом мире. Очень легко и просто можно заработать какие-то небольшие деньги. 100-200 манат на какие-то небольшие покупки. Или просто для того, чтобы купить себе косметику, получить ее бесплатно себе. Но для того, чтобы построить карьеру, для того, чтобы заработать большие деньги, конечно же, придется поработать, придется научиться. И хорошая новость в том, что Oriflame в этом всегда поможет, научит, расскажет. И если ты сегодня хочешь заработать деньги и купить себе новую машину, например, ты это вполне можешь сделать с Oriflame, так как это делают уже очень многие азербайджанцы. Но начинать нужно уже сегодня. Və Azərbaycanlılar çox idi, həddindən artıq çox idi. Biz Azərbaycanlılarımızı da göstərəcək sizə 100 nəfərdən artıq yəni insanlar orada iştirak edirdi və həqiqətən də Oriflame-də gözəl görünmək və pul qazanmaq mümkündür belə çıxır. Да, Oriflame дает возможность зарабатывать деньги, Oriflame дает возможность хорошо выглядеть, но самое главное, что и мне лично приятно, что Oriflame дает возможность получать удовольствие от этой жизни. Oriflame проводит очень интересные конференции. На одной из этих конференций мы с тобой повстречались в Стокгольме. Сейчас мы готовимся к новой конференции, которая будет в январе. Она будет проходить в Омане и на Гоа. Чуть позже, в августе, мы готовимся к конференции в Париже, и очень большая делегация из Азербайджана ожидается на этой конференции. Но кроме далеких зарубежных конференций, на которых мы отправляем наших лучших консультантов и клиентов, мы проводим очень много мероприятий здесь, в Баку, в Азербайджане, очень много семинаров, очень много тренингов, очень много просто праздников в наших офисах, на которых царит совершенно уникальная, интересная атмосфера, о которой очень много можно рассказывать, но лучше просто прийти и один раз почувствовать вот эту вот радость, которую дают эти мероприятия. Ümumiyyətlə bu dəfəki tədbirdə Oriflame-ın 45 illik yubileyi münasibəti ilə biz İsveçdə olduğumuz o yubileydə həqiqətən də çox böyük bir zövq aldıq və bu yəni inanılmaz dərəcədə insana böyük bir zövq bəxş edir. Hər gün yeni bir əyləncə, maraqlı insanlarla görüş, təbii ki bu görüşlərə yəni Avroviziya yarışmasının larını gördük, hansı ki bu il artıq İsveçə böyük bir qalibiyyət bəxş edib. Daha sonra Roxette qrupu, dünyaca məşhur Roxette qrupu və digər əyləncələr də vardı. Təbii ki bizim çox maraqlı söhbətlərimiz hələ ki davam edəcək, amma bütün bu danışdıqlarımızla bərabər bizim maraqlı görüntülərimiz də var. Deyir ki 100 dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır. Gəlin süjetimizi izləyək. Sağolsunlar gördüyünüz kimi biz burada İsveçdə, Stokholmda Azərbaycanlılar və Oriflame təmsil edən Azərbaycanlılar 45 illik münasibəti ilə və vaxt tamamdır. Bax, bu möhtəşəm arenada möhtəşəm şou başladı. Kabinaları gördük və orada 62 ölkə burada iştirak etdiyindən məhz 62 ölkə üçün bilirsiniz ki, hamısında qulaqçıq var. Burada 10.000 əhali var və 10.000 əhali üçün xüsusi qulaqçıqlar nəzərdə tutulub və o qulaqçıqlardan 60 ölkə üçün haradasa tərcümələr olur. Sadıqov Yaqut Allah verməsi, Oriflame-də baş konsultanı səviyyəsindəyəm. Mən fəxr edirəm ki, buradayam. İlk dəfədir bax belə tədbirdən mən bildiyimə görə Oriflame hər il öz arqa münasibəti ilə yığılır. Amma bu il 45 il münasibəti ilə toplamışıq. Siz ilk dəfədir. Bu il burada, İsveçdə mən ilk dəfəyəm. Ancaq Oriflame hər il başqa gözəl ölkələrdə olur. Keçən il biz Lissabonda toplaşmışdıq belə bu səviyyədə. Bu il ancaq Oriflame-in 45 illik yubileyidir. İsveçin özündəyik. Oriflame-in
insanlara yaratdığı bu imkanlar, bu Oriflame-in bu imkanları doğrudan da bizə çox qürur verir və bizə zövq verir. Həqiqətən bu möhtəşəm Oriflame şirkətinin 45 illiyində iştirak etməyi məsələsi çox xoşbəxtəm. Salam Azərbaycan! Hello, Azərbaycan! Eternity's an open door. You hurry forever to the end of time. From now on, only you and I. We're going up, 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 up. Demi Moore, ATV'de. Ladies and gentlemen, let's meet Demi Moore. Cənab Magnus, bugün Oriflame-də əldə etdiyiniz uğurun rəsmini zamanla yaratmısınız, yoxsa Oriflame yarandığı gündən uğurludur? Düşünürəm ki, şirkətin uğurları müxtəlif ölkələrdə fərqli nəticələr göstərir. Hazırda isə Avropa və Amerikada müəyyən çətinliklər yaşanır. Əlbəttə, dünya böyükdür. Əgər siz Afrika, Asiya və Latin Amerikaya nəzər yetirsək, əlbəttə ki, Oriflame-in inkişafı və eyni zamanda bir çox uğurlarının canlı şahidi olarsınız. Həmçinin Oriflame-in Demi Moore'la olan yeni reklam çarxı da bizdə böyük maraq doğurdu. Çox maraqlı alınıb, sizi təbrik edirik. Maraqlıdır. Nə üçün siz məhz Demi Moore'u seçdiniz? Bizim üçün çox önəmli idi ki, Oriflame-in bu ilki siması yer üzündə tanınan ulduz olsun. Biz Demi Moore'la danışıqlar apardıq və bu fürsəti əldən vermədik. Demi, bu həqiqətən də gözəllik deməkdir. O, Hollywoodun parlaq qlamuru olaraq həm də cazibəsi ilə müasir tələblərə cavab verir. Əlbəttə ki, biz onu çəkildiyi bir çox filmlərdən tanıyırıq. Demi Moore'un filmlərinə maraq isə onun bu filmlərdə yaratdığı müxtəlif obrazları idi. Və bu da onun olduqca güclü qadın olduğundan xəbər verir. Qeyd etmək lazımdır ki, o həm gözəlliyi və o cümlədən ətrafında olan arzusuna doğru can atan insanları da gözəlliyinin ciddi qayğısına qalır. Çox sağ olun, təşəkkür edirəm. Stockholmda, İsveçdə Hollywoodun ən məşhur aktrisası ilə Demi Moore'la özəl görüntülər. Burada hər zaman sehirli məqamlar var. What a fantastic answer. I think we will recognize ourselves. Out of my comfort zone. But I know how long. Hər şeydən uzaqlaşıb öz dünyanı kəşf edə bilərsən. Bu çox həyəcan vericidir.